İranın Milli Polis rəisi Əhməd Rıza Radan ölkə boyu davam edən kütləvi etirazların əsas təşkilatçıları və mühüm fiqurların həbs olunduğunu açıqlayıb. Bu barədə AFP agentliyi məlumat yayıb. Radan bildirib ki, yanvarın 10-u axşam saatlarında keçirilən əməliyyatlar nəticəsində ixtişaşların əsas iştirakçıları saxlanılıb. O, həmin şəxslərin hüquqi prosedurlardan sonra ən ağır şəkildə cəzalandıracaqlarını vurğulayıb. İran Dövlət Televiziyası isə Şiraz və Mazandaran əyalətlərində etirazçıların saxlanılma anını əks etdirən kadrları nümayiş etdirib. Hələlik saxlanılanların dəqiq sayı və şəxsiyyəti barədə rəsmi məlumat verilmir. Xatırladaq ki, İranda kütləvi etiraz aksiyaları dekabrın 28-dən milli valyutanın kəskin dəyərdən düşməsi və iqtisadi böhran səbəbindən başlayıb. Aksiyalar artıq Tehran, Məlikşah, Kirmanşah və Lordeqan kimi şəhərlərdə şiddətli toqquşmalarla müşayiət olunur. Son məlumatlara görə toqquşmalarda 116 nəfər həlak olub, 2600-dən çox insan isə saxlanılıb.